O zaman heç vaxt itirmədən başlayaq. Suallar icabı. Buyur Əli. Müəllim, mən tapşırıqlarda i-ni başa düşə bilməmişəm. Hansı kontestin? 2D. 2D i. 2D'yə baxarıq birazdan. Hələ sırayla birinci 1D'dən, daha sonra stringdən, daha sonra 2D'dən baxacağıq suallara. İ-ni başa düşməmisənsə, i-ni çox az adam yazıb, 3 nəfər yazıb. Baxarıq bu sual. Daha çox bu suallar az yazılıb. Bunlara baxarıq. F-dən başlayaq. Deyir ki, Azərbaycan bizə ardıcıllıq verilir və iki fərqli ən kiçik elementi tapmalıyıq. İki fərqli. Məsələn, burada 2 dənə -1 var, gördüyünüz kimi. Amma 2 dənə -1 yox, -1 və digər ikinci olan element 2-ni verib çıxışa. Bu sualda nə edəcəyik? Deməli, ilk öncə normal minimumu tapaq. Demişdik ki, minimumu necə tapmaq olar? Bir-bir bütün elementlər gəzəcəyik və minimum dəyişənindən yoxlayacağıq ki, böyükdürmü, kiçikdirmi? İlk öncə elementlərimizin sayı olan n dəyişənini yaradaq, input eləyək. Bir də massiv yaradaq. N uzunluqlu. Daha sonra elementlərini input eləyək. Müəllim, Bəli. orada aşağıda bir dənə kod yazmışsınız. Int main ilə başlayan. O kod nə işə yarayır? Bu hissə Yox, buradan aşağıdakı hissə. Bu? Sizin göstərdiyim. Hə, müəllim. Bütün əməliyyatlar hamısı int main-də gedir. Düzdür? Biz də Bəli. bu yazdığımız kod adı solvda, düzdür? Keçəcək gələcəkdə funksiyalar falan mövzuları. Funksiyaları deməli int main içində çağıran zaman həmin funksiya içində baş verən hadisələr burada baş verir. İndi yazdığımız kod, yəni int main-də yazılmış kimi olur. Təqribən bu cür. Demək olar. Anladım. Deməli, massivimizin elementlərini input elədik və dedik ki, bir də minimum dəyişən yaradaq. Qiyməti olsun birinci element və digər elementlərlə artıq müqayisə edəcəyik onu. Əgər minimumumuz böyükdürsə birinci elementdən, o deməkdir ki, minimumumuzun qiymətini dəyişmək lazımdır. Düzdür. Bir-bir bütün elementlərə baxdıq və minimumdan müqayisə elədik. Böyükdürsə minimum, minimumu update elədik, dəyişdirdik. Bəs ikinci minimum nə tər tapılacaq? Minimum 2 yəni. Minimum 2-ni biz array 0 deyə yenidən yaza bilmərik. Niyə? Çünki bəlkə bizim elementimiz -1 ilə başlayıb. O zaman minimum 2-mizi -1 kimi yerləşdirəcəyik və cavabımıza -1 vermiş olacaq. Düzdür? Elə həmin example-da göstərir. -1, 3, 5, 4.
Array 0 budur. 0-cı element, 1-ci element, 2-ci element və 3-cü element. Biz minimumuzu bunun qiymətini yerləşdirsək, o zaman minimumumuz -1 olacaq. -1. Və -1-də ən balaca olduğuna görə onu verəcək. Amma bizim minimum 2-miz -1 yox, 3 olmalıdır. Çünki -1 olmayan ən kiçik elementimiz 3-dür. Düzdür? Ona görə array 0 yox, minimumu tapmaq üçün ən böyük element yazırdıq. Maksimumu tapmaq üçün ən kiçik element yazırdıq. İndi minimum tapırıq deyənə ən böyük element olan int max yaza bilərik. Int max nədir? Demişdik ki, int 10^9 ilə -10^9, 10^9 arasında bir qiymət alır. Düzdür? 10^9. 10^9. Düzdür? Bu da ən böyük elementi, yəni 2 vur 10^9-u təqribi olaraq yazır bura. Çıxışa versək bu dəyişəni daha dəqiq anlayacağıq. 2, 1, 2 belə bir şey verdi. 3, 3, 3. Peki bu. 2'ye 9 bir de 1, 4, 7 falan böyle bir şey. Büyük bir element yazdık. Daha sonra yine bayaqki kimi amma bu dəfə sıfırdan başlayaraq bütün elementlərə baxırıq və minimumu müqayisə edirik. Minimum 2-ni daha doğrusu müqayisə edirik. Amma bir şərtlə müqayisə edirik ki, indi baxdığımız element bizim minimumdan böyükdürsə. Çünki biz ikinci minimumu istəyirik. İkinci minimum istəyiriksə gərək həmin minimum, həmin elementimiz minimumumuzdan böyük olmalıdır. Çünki balaca olsaydı minimumumuz həmin element olmuş olardı. Beləliklə minimum 2'mizi update edirik array ilə, çıxışa veririk minimumumuzu və minimum 2'mizi. -1 və 2. -2'ye 9'dan böyükdür. Bir daha izah eləsək, massiv yaratdıq. Düzdür? Massivin elementlərini input elədik. İlk öncə ən kiçik elementi tapdıq. Nətəri? Minimum dəyişən yaratdıq. Mesela fərqi yoxdur. Bunu da array 0 yazmaq olar və yaxud int max yazmaq olar. Müəllim, Buyur. ondan sonra yazmışsınız siz. İnden sonra array yazmışsınız. Array. Bu. İnden sonra array yazmışsınız orada başta. Sizin Tamam. elin altında. Özür dilerim. Int array yazmışıq. Bəli. Onun arasında bir de yazabilirsin. Ben onu anlamadım. Int array keçmişliyə massivlər dərsində. Bəli. N dənə element saxlamaq üçün istifadə edirdik massivləri. Düzdür? Biz də burada massiv yaradırıq. Kvadrat mötərizəyə fikir ver. N dənə element var. Yəni en uzun n elementli massiv yaradırıq. Int tipindən. Düzdür? Adında array yazmışam. Yəni dəyişdirmək də olar. Anladım. Əlimizi göndərək
Əmin olaq ki, düz işləyir. Sonra bir daha yoxlayarıq. İşlədim. İndi G sualına keçdik. Deyir ki, bizə n dənə element verilir və biz tapmalıyıq ki, 2 ən böyük elementin cəmini. Düzdür? Məsələn, burada 1, 5, 2, 6, 3'də ən böyük 5'dir, ikinci ən böyük 6'dır, cəmlədilər 11. Burada ən böyük -1'dir, ikinci ən böyük -2'dir, topladılar -3. Burada fərq nədir? Burada fərq odur ki, məsələn 5, 5, 1 olsaydı bizim massivimiz, düzdür? O zaman biz 5 ilə 1'i yox, 5 ilə 5'i götürmək olasıydıq. Çünki birinci maksimum budur, ikinci maksimum budur. Amma bayaqlar minimumu tapanda F sualında biz 1 ilə 2'dən 1 olsaydı, o zaman bu 1'i yox, bu 5'i götürməli olasıydıq. Çünki orada fərqli deyil, elementlər fərqli olsun. Burada amma elə demir. Bəs bu sual nətər həll eləyəcəyik? Biz ilk öncə maksimum tapacağıq normal şəkildə. Düzdür? Biz əgər bilsək ki, maksimum hansı indeksdədir, yəni harda olduğunu bilsək maksimumun, bilsək ki, buradadır, o zaman gələn dəfə maksimum hesaplayan zaman həmin indeksə baxmarıq və beləliklə ikinci maksimumu tapmış olarıq. Çünki 1, 5, 2, 3 massivinin ən böyük elementi 5'dir, 6 deyil. Çünki 6'ını götürməmişik. Düzdür? İlk öncə maksimumu taparıq. Əgər onun indeksini bilsək, həmin indeksə baxmadan digər elementlər arasında maksimumu taparıq və beləliklə ikinci maksimumu tapmış olarıq. Bəs nətər tapacağıq bu elementin indeksini? O da ki, biz necə ki baxırdıq ki, əgər maksimumumuz indiki baxdığımız elementdən kiçikdirsə, o zaman bir dənə də indeks dəyişəni saxlayaq və əgər kiçikdirsə, yeni indeksi əlavə eləyək dəyişənimizə. Koduna gəldikdə isə ilk öncə n dəyişəni yaradırıq, input eləyək. N elementi saxlamaq üçün n ölçülü massiv yaratdım. Və hər bir elementi for ilə gəzib bir-bir input elədik. Gəldik maksimum. Maksimum başda yazaq array 0 və indeksi. Düzdür? Harda olduğunda indeks dəyişəndən biləcəyik. İndeks dəyişənimizi başda 0 deyə qeyd edək. Çünki maksimumumuz 0-cı elementə bərabərdirsə, maksimumumuzun indeksi də 0-dır hələ. Daha sonra birdən başlayaraq digər elementləri gəzirik. Əgər maksimumumuz indiki baxdığımız elementdən, yəni array i-dən daha balacadırsa, o deməkdir ki, maksimumumuz bu element yox, bu olmalıdır. Maksimumumuzu array i elədik və indeksimizi i elədik. Çünki artıq maksimumumuz dəyişdi, indeks də dəyişdi. Daha sonra maksimum 2 saxlayırıq. Yenə həmçinin array 0 yazmaq olmaz. Çünki bəlkə ən böyük elementimiz 0-cı elementdir. Biz belə yazmaqla cavabımız yanlış alınacaq. Ona görə necə ki minimumda yazmışdıq,
int max. Burada yazacağıq maksimumdursa ən kiçik element demiş. Ona görə int minimum yazacağıq. Və for-dan bir elementləri gəzirik hamısını. Və yenə yoxlayacağıq. Əgər max 2 kiçikdirsə array-dən, amma hamısına yox, sadəcə indeks olmayanlara baxacaq. I bərabər deyilsə indeks. Müəllim, bir də yuxarıdakı sözü göstərəndə include atılmaya çata yazım. Çata atdım kodu. Kod elə bitməyib. Bitəndən sonra göndərəm. Yox, yuxarıdakı söz include-dan sonra Bu ən yuxarı birinci satır Müəllim, include kitabxananın, sözündən sonra. müəllim kitabxananın adını deyir. hə kitabxana. Bits kitabxanası. Çox sağ ol. Chat açıq qalsın. Demək, əgər maksimumuzu daha balacası indiki elementdən və ən böyük elementə baxmırıqsa, onda yoxlayırıq ki, əgər indeksləri fərqlidirsə. İndi baxdığımız elementlə i-nin. Belə ilə max 2-ni dəyişdiririk, update edirik yenisinə. Çıxışa nə verəcəkdik? Cəmilərini. Max üstə gəlsin, max 2. Aydın oldu mu məsələnin həlli hər kəsə? Və yaxına baxaq, işlədi. İşlədi. Müəllim, orta siyahdan sonra niyə hansısa bir işarə sağa yolun cizgi ilə n versiz, yolun cizgi ilə n. Bu endline variyə istifadə edilir. Yeni On sətirə sıfır. keçmək. Alt sətrə düşmək. Bəli. Burada slash-ən də eyni şey eləyir. Endline-ın eyni şeydir. Anladım müəllim, sağ ol. Bəli. Haşa baxacağıq da indikiyə baxdıq, haşa. Burada deyir ki, biz maksimumdan minimumun yerini dəyişməliyik. Baxaq, inputda nə baş verir. Deyir ki, minimumumuz budur, maksimumumuz budur. Maksimum 7, minimum -9. Buna görə yerlərin dəyişib. 7 buradadır, amma -9'u bura keçirdib. -9'un yerinə də 7 keçirdib. All maximum elements to minimum elements. Minimum elements to maximum value. Tamam. Məsələn 2-dən 5, 3-dən 1 varsa, biz həm bu 5-i, həm də bu 5-i dəyişib 1 eləyəcəyik. Bu 3-dən 1-i də 5 ilə dəyişmiş olacaq. Çünki deyir ki, bütün maksimum elementlər minimum, bütün minimum elementlər də maksimumla dəyişir. Deməli, həllində nə edəcəyik? Yenə minimumları tapacağıq, minimum tapacağıq bir dənə, maksimum tapacağıq və əgər bir dəfə for-la bütün elementləri gəzəcəyik, əgər baxdığımız element minimumdursa, qiymətinə maksimum yazacağıq, maksimumdursa minimum yazacağıq və daha sonra hər bir elementi çıxışa verəcəyik. Kodda deməli dedik n də elementimiz var. N elementi input elədik. N uzunluqlu massiv yaratdıq. Array adında. Hər bir elementini for-la input elədik. Daha sonra demişdik ki, bir dənə maksimum lazımdır.
R0 deyək. Bir də minimum lazımdır. Ona da R0 deyək. Daha sonra bir-bir bütün elementlər gəzəcəyik. Və yoxlayacağıq ki, əgər maksimumumuz kiçikdirsə R-dən, o zaman maksimumumuzu R ilə dəyişirik. Həmçinin minimum üçün də yazaq. Minimumumuz böyükdürsə R-dən, minimumumuzu bərabər eləyirik R-yə. Bayaqları ikisini fərqli forlarda yazmışdıq. Bu dəfə ikisini birdən də yaza bilərik. Düzdür, çünki maksimum və yaxud minimumdan işləmirik bunun içində. Yəni if-də falan yazmamışıq. Sadəcə yoxlayırıq ki, kiçikdirsə R-dənsə bərabər eləyirik, böyükdürsə bərabər eləyirik. Daha sonra tapdıq maksimumu da, minimumu da. Yeni bir forda məcburən bir-bir bütün elementlərə baxmalıyıq. Və deyirik ki, əgər maksimumdursa, elementimizin qiymətini minimum elə. Əgər minimumdursa, qiymətimizi maksimum elə. Daha sonra da çıxışa ver elementimizi. Və boşluqla göndərsin sonra. Sonunda yeni sətrə keçsin. Deməli, input elədik massivimizi. Daha sonra iki yeni dəyişən yaratdıq. Maksimum və minimum. Qiymətlərini ilk elementə bərabər elədik. Daha sonra digər elementlərə baxmağa başladıq. Əgər elementimiz daha böyüksə maksimumdan, o deməkdir ki, dəyişdirməliyik. Yəni elementi maksimumdan. Yəni maksimumun qiyməti bu element olmalıdır. Əvvəlki qiyməti yox. Çünki əvvəlki qiymətimiz daha balacaydı. Daha sonra minimumda yoxlayırıq. Həmçinin əgər böyükdürsə R-dən qiymətini dəyişdiririk. Daha minimum qiymət qoyuruq. Yəni. Üçüncü forda isə bir-bir baxırıq. Hansı elementimizsə maksa bərabərsə minimumla dəyişirik. Minimuma bərabərdirsə maksla dəyişirik. Və çıxışa veririk. Kodumuz yanlış işlədi. Kim deyə bilər ki, niyə yanlış işlədi kodumuz? Fikir versəz 3, 5, -7, 7 ən böyük yenə 7 verir. Müəllim, bir daha yuxarı qayıda bilərsiniz. Zəhmət olmasa 13-cü sətr. Bu? Hı, Bu sətr çox boş. sağ olun. Deyim niyə səhvdir müəllim? Buyur de, niyə səhv? Mən 2 dəfə if yazmısınız. Bəli, tamamilə doğrudur. Biz burada baxırıq ki, maksimumdursa, dəyişirik, geri minimum eləyirik. Sonra bir də baxırıq ki, minimumdursa, yenə geri maksa dəyişirik. Yəni, heç bir şey dəyişmiş olmuruq, əgər maksimumdursa. Ona görə bura else if yazmalıyıq. Maksimumdursa, bir dəfə dəyişək, minimumdursa, bir dəfə dəyişək deyə. Artıq doğru işləyəcək. Müəllim, bir daha da qaydında 13-cü sətrə, müəllim 14-cü sətrə. Bu sətrə. Bu Deməli, sətirdə bir dənə maksimumu tapmaq üçün dəyişən yaradırıq. Və minimumu tapmaq üçün dəyişən yaradırıq. İlk öncə 0-cı element kimi yazırıq. Və digər elementlərlə müqayisə edirik bu forun içində. Aydın oldu. Müəllim, Buyur. müəllim siz orada int main'dən yazmışsınız aşağıda 37-ci sətr. O nə işə yarayır? O int main'in aşağıdakı. Bu Yəni ondan 38-dən 45-ə qədər.
Deməli bu üçü lazımdır ki, elə bir inputu verəndən sonra outputu versin. Burada da məsələn çoxlu test case'lər olsa, example'larımız olsa, yəni misallarımız. O zaman t-ni yazırıq, yəni bilmirik nə qədər olduğunu. Test case sayını input eləyirik və test case sayı qədər çağırırıq. Amma hal-hazırda bizim bir dənə daxil. Düzdür, bir dənə budur. Ona görə bir yazmışıq, elə input falan eləmirik ki, bir də bundan işləmir. Əlim, mən hələ bitirməmişəm yazma. Kodu bir də Bitirəndə yazmışıq. deyəcəyəm sən. Kodu elə çata. Deməli, bunu eləyin, çata atın, oradan yazsın da. Buyur. Çox sağ olun. Əl qaldırmışdın. İ'yə də baxaq. İ'dən sonra K'ya baxacağıq. Deyir ki, largest neighbor. Deyir ki, bizim n dənə elementimiz var. Və biz tapmalıyıq ki, neçə elementimiz özündən solundakı və sağındakı, yəni qonşularından böyükdür. Leftmost first and rightmost last. Deyir ki, məsələn bu 5 elementinin solundakı element mənfi 7'dir, düzdür? Sağındakı da mənfi 9'dur. Yəni bu üçünün ortasında yerləşir 5. Deyək ki, birinci ilə axırıncı elementi saymadan, çünki onların bir dənə qonşuları yoxdur. Məsələn, mənfi 7'nin dediyi qonşuları mənfi 7 ilə 5'dir. Amma 9'un bir dənə qonşusu var, 5. Bu tərəfdə heç bir şey yoxdur, x-la yazır. Burada heç bir şey yoxdur. Çünki ilk elementdir. Həmçinin mənfi 4 deyil. Solu var, sağı yoxdur. Ona görə onlara baxmayacaq. Deməli, burada başlayacağıq 5'dən baxmağa. Əgər elementimizin solundakı, əgər biz indi ininci elementə baxırıqsa, deməli, ininci elementdə hansı rəqəm durub, ininci hansı element durub, düz, ərri i, düzdür. Ərri i'miz nəyə göstərirdi? İninci elementimizi. İninci element. Müəllim, Bəli. şeydir, kodun axırıncı hissəsini ata bilərsiniz. 30 Bu hissəsini deyirsən. 35'dən 40 neçəyə qədər. Bunu elə götürüb burada yazsan işləyəcək kod. Bu hissəsini atın, template. Deməli, array i nəyə Çox sağ olun. göstərdi? İninci elementimizi. Bizim solumuzdakı element də rəqəm. Bizdən bir əvvəlki elementdir, düzdür? Bu sıfırıncıdır. Bir daha baxaq. Bu sıfırıncıdır. Bu birinci, ikinci, üçüncü, dördüncü, beşinci, altıncı. Düzdür? Bizim dördüncü elementimiz 5'dir. Üçüncü hansıdır? Mənfi 7. Düzdür? Yəni bir əvvəlki elementi soldadır. Bir sonraki də sağındadır. Düzdür? Yəni biz array i'ni müqayisə eləyəcəyik array i-1 ilə və i+1 ilə.
bu solundakı, bu da sağındakını göstərəcək. Şərtimiz də odur ki, bu ininci elementimiz, yəni RI-imiz böyük olmalıdır RI-1-dən, yəni solundakı qonşusundan və i+1-dən, yəni sağındakı qonşusundan. Kodumuza keçdikdə isə deməli n yaradırıq. En uzunluqlu massiv yaradırıq. Hər bir elementini input eləyirik. Düzdür. Daha sonra bir bütün elementləri gəzirik. Bütün yox. Sıfırdan axırıncını getməməliyik. Ona görə birdən n-1'ə qədər gedirik. i++ yazmaq yaddan çıxdı. Artan sırada gedirik. Və deyirik ki, əgər birinci elementimiz özünün solundakından böyükdürsə və birinci elementimiz özünün sağındakından böyükdürsə, sayırıq. O zaman bir dənə yuxarıda say deyə dəyişən yaradaq və əgər bu hal baş verdisə sayımızı artıraq. Sonda da bizdən say istədiyinə görə sayı çıxışa veririk. Kodumuzu run edib baxaq. Bir qaytardı. Cavab da 1 deyirəm. Ancaq 5 sol sağından böyükdür. -7'nin yanında 5 var. -9'un yanında 5 var. Bunun yanında 5 var. Bu da sayılmır. Kısaca bir də baxsaq, deməli en uzunluğu daxil elədik intensinin. En uzunluqlu massiv yaratdıq. Yenə bütün elementlərə baxıb massivin hər birini input elədik. Say dəyişən yaratdıq. Sıfırdan birdən n-1'ə qədər getdik. Niyə? Çünki sıfırıncı və n-1-ci elementlər birinci və axırıncıdır. Ona görə n-1'ə qədər getdik. Yəni n-2 daxil olmaqla. n-1 daxil deyil. Çünki kiçikdir yazmışıq yəni. Birinci axırıncıya baxmadım. Və yoxlayırıq ki, solundakı ilə sağındakı ilə böyükdürsə sayımızı artırırıq. Çıxışa veririk sayımızı. Qaranlıq qalan məqam varmı? Buyurun. Buyur Fariq. Mən terminalda heç nə yazılmır. Heç nə yazılmır terminalda. Sizdə yazılır, amma məndə yazılmır terminalda. Aşağıdakı. Necə yəni heç nə yazılmır? Yəni qırmızı error verir. Necə yəni? Yoxsa başqa bir şey? Göstərirəm sizə. Gözlə ekranla paylaşım. Yəni dərsin videolarını YouTube-a yerləşdirən adama göndərmişəm. Bu yaxınlarda yerləşdirəcək. Bəlkə də indi də yerləşdirilmiş ola bilər. Dəqiq bilmirəm. Nədir? Nədir? Hə.
Elədir, elədir. Yanda toplaya bas bir dənə. Topu, topu PowerShell'in yanında. İndi yaz. ne? Bəs orada nə yazmalıyam? Kodda problem var deyir səndə. Problems to zat deyir. Include error detected. Müəllim, orada göstərir axı ən birinci stroçkadadır problem. Sən setup eləmirsən bu VS kodunu. Bitişdə Bitişdə. problem var deyir. Setupla bağlı problem deyən, kodla bağlı deyil. Onu düzəldərsən birazdan. Hələ ki məsələ izah edirik. Yəni. Deməli, bu suala baxdıq, dedik ki, bir də K əraz yazılan sualdır. Nə deyir burada? Reverse Tamam. Ve 2 plus 4'ü 2 4 plus yazıblar. 2 vur 4 plus 8'i 2 4 vur 8 plus yazıblar. İki vur 4 2 vurulsun 4 plus 8 mötərizədə. Bunu isə 2 4 8 plus ulduz yazıb. Polşa dilində, tərs Polşa dilindədir. Topla açıq vur böl var. Expression. Tamam. Biz 100 karakter. Deyir ki, və ərinə bağlı sual deyil, stringlə bağlıdır. String kontesti kimi sualı kimi baxaq. Deyir ki, bizə bəzi yəni tənlik deyək verilir. Məsələn 2 plus 4'ü 2 4 plus kimi yazır. Yəni ortadakını keçirdir bura. 2 vur 4 plus 8'i vuru keçirdir bura. Toplayın keçirdir bura. 2 4 vur 8 plus. Amma mötərizə zamanı başqa cür olur. Mötərizədə axı birinci toplaya baxmaq lazımdır. Ona görə toplanı keçirdir bura, vuru keçirdir bura. İndi fikir versək ki, belə bir şey var. Əgər bəzi rəqəmləri düzdür yan bayan görməyə başlasaq, bir dənə expression necə verir burada? Doesn't require any parentheses as long as each operation has a fixed number of. Evet, tamam. Topla çık vur böl.
İstediği kadar verə bilər. 100'ə qədər istədiyi şey verə bilər. 2 1 9 daha sonra topla çıx böl. Nə deməkdir bu? Deməli 2 böl mötərizədə 1 9 çıxla yazmaq lazımdır. 1 9'u çıxla. Amma topla da var həmçinin. Toplanı da bura mötərizə ilə 9 çıx 1 yazırıq. Bunu hesablayırıq. Nəyə bərabərdir bu? Bu 8 mənfi 7 2 böl mənfi 7 integer dediğine 0 verməlidir. 0. Cevap 0'dır. Benim orada toplamalı əməliyyatda yazmışsınız siz. 2 1 9 plus çıx böl. Ha, toplama var burada. Biz biraz çıxmışıq. Burada toplamalıyıq. Mötərizənin içində. Və toplayırıq. 10 eləyir. Mənfi 9. Yəni bölən zaman 0 qalacaq. İndi bir də lazımdır ki, bilmək biz toplayırıqmı, vururuqmu, bölürükmü, həm də ki rəqəmləri bilmək lazımdır. Deməli, ilk baxdığımız şey odur ki, ardıcıl rəqəmlər gəlirmi? 1, 5, 3, nə bilim, 4. Belə çoxlu gəlirsə, deməkdir ki, mötərizələr var. Və baxaq ki 4 plus 1 var. Bir də ki vurulsun 5 plus 2 var. Bu nətəri göstərə bilərik. 4 plus 1 mötərizənin içindədir. Mötərizə. Ona görə 4 yazırıq. 1 yazırıq. Operasiyanı mötərizəsi plusu axırda, amma ilk yazırıq plus. 5 plus 2 var. 5 plus 2'ni yazırıq. 5 2 plus axırda. Bu mötərizədə də deyənə vuru axırda yazırıq. Vur. Yəni 4 gördük, 1 gördük, plus gördük. Düzdür? Plus gördük deyənə 4 ilə 1'i topladıq. 5 gördük, 5 gördük daha doğrusu 2 gördük, plus gördük, topladıq. Vur gördük, bundan bunu vurduk. Amma burada diqqət etdirmək lazımdır. Nəyə diqqət etdirmək lazımdır? Məsələn, əməliyyatların sırasına diqqət etdirmək lazımdır. Vurma, bölmə var, toplama, çıxma var. Düzdür? Vurma, bölmə, toplama, çıxma. Vurma ilə bölmə daha əvvəl yerinə yetirilir. Nəinki toplama və çıxmadan. Yəni sıra ilə birbaşa getmək olmaz. 1 plus 2 vur 3'də bizdə tək göstəriləcək 1 2 topla düzdür, bir də 3 vur. İlk öncə vuru tapmalıyıq, ondan sonra toplanı tapmalıyıq. Ona görə sırayla yox, operasiyalara görə baxmalıyıq.
Bu sualda biraz problem var. Mövzu ilə bağlı deyil bunun həlli. Yəni ağlıma gələn həlli. Bu sualı keçək məncə. Neçə dəfə yazıb elə. Qanun. 7 nəfər yazıb bu sualı, halbuki keçməmişik. Bunun əvəzinə elə baxaq. Number of same size. Yəqin rəqəm dəyişik düşür. N rəqəm var. Pair of adjacent element. If there is no adjacent element, same sign, print nothing. Tamam, bu bizim sual dərslə bağlı bir şeydir. Deyir ki, eyni işarəli elementləri cütünü çıxışa ver. Məsələn 9, 5. İkisi də müsbət işarəlidirlər. Düzdür? 9 da müsbətdir, 5 də müsbətdir. 9, 5 cütünü verdi. 5 mənfi 7 deyil eyni. Mənfi 7, mənfi 7. İkisi də mənfi var qabağında. Ona görə bunlar da çıxışa verdi. Bir də mənfi 9, mənfi 4 bunlar da çıxışa verdi. Nə edəcəyik bu sualda? Bütün qonşu cüt elementlərə baxacağıq və işarələrini yoxlayıb eynidirsə o zaman çıxışa verəcəyik. N elementli massivimiz var. N input eləyirik. Massivi yaradırıq. Bütün elementlərini gəzirik massivin və input eləyirik. Daha sonra demişdik ki, bütün cütlərə baxacağıq. Birdən başlayaq. Niyə birdən başlayırıq? Çünki cüt dediyimiz məsələn 9-un cütü nədir? 5 kimi baxsaq 7-ci cüt nədir? 5 9-un mənfi 9, mənfi 4 amma bu mənfi 4-ün cütü yoxdur. Çünki element qalmır burada. Düzdür, ona görə əgər i'miz soldakı i plus 1 ilə cüt olsa, cüt kimi baxsaq, o zaman axırıncı elementə qədər baxmalıyıq. Çünki axırıncı elementin mənfi 4-ün sağındakı bir cüt yoxdur. Yəni tək başınadır. Əgər i ilə i minus 1 kimi baxsaq cütlərə, yəni mənfi 10-dan mənfi 8, mənfi 9-dan 5, mənfi 9-dan 0. Düzdür, bu cür baxsaq, mənfi 8-in cütü yoxdur. Çünki özündən əvvəl element yoxdur. İlk element budur. Ona görə mənfi 8-dən yox, mənfi 10-dan başlamaq olacaq. İki fərqli seçimimiz var. Ya i ilə i plus 1-i cüt kimi götürmək, ya da ki, i ilə i minus 1-i mən ikincini seçdim. I ilə i minus 1-i. Ona görə birdən başlatdım kodu. Digərini seçmək olardı. Ondan ama yazacaqdıq ki, 0-dan axırıncıya qədər i minus 1 yazmalıydıq. N'in yanına. Deməli, yoxlayacağıq ki, əgər birinci elementimiz müsbətdirsə, sıfırlar görürsünüz ki, saymır. 2 sıfır yanaşıdır, onları saymadı. Ona görə sıfırdan böyükdürsə və əvvəlki elementimiz, yəni cütümüz də sıfırdan böyükdürsə, o zaman çıxışa verə bilər. İkisini də. i minus 1'i də versin. i'ninci elementi də versin. Hər birini. Daha sonra, əgər elementimiz mənfidirsə, sıfırdan kiçikdirsə, yəni, və əvvəlki elementimiz də sıfırdan kiçikdirsə, o zaman da həmçinin ikisini də çıxışa versin. Və yeni sətrə keçək. Bu sətirdə, əgər ikisi də müsbətdirsə, yəni sıfırdan böyükdürsə, çıxışa versin. İkisi də mənfidirsə, sıfırdan kiçikdirsə, çıxışa versin. Biri böyük, biri kiçik variantlarına baxmırıq. Çünki
Onlar sayılmırlar. Eyni işarə olaraq sayılmır. 9 5 verdi. 9 5 düzdür. Mənfi 7 mənfi 7 mənfi 9 mənfi 4. Mənfi 8 mənfi 10 mənfi 10 mənfi 2. Digərləri doğru deyil. Massivlə stringin nə fərqi var? Deməli, massivlərdə elementlər saxlayırıq. 234, 456 int olsa əgər, string olsa, məsələn, salam stringini saxlayırıq. Necəsən saxlayırıq. Düzdür. Kimi saxlayırıq. Belə 3 dənə fərqli şey saxlamış olur. Bir dənə massivdə. Amma string odur ki, bir dənə söz. Biz bu sözün üstündə işləyirik. Stringlərdə deyirik ki, A-ları dəyişdirək, L-ları dəyişdirək bu şəkildə. Birində elementləri dəyişməyə çalışırıq. Birində sözlərin içindəki hərflər. Tənəffüs nə vaxt olacaq? Tamamda ayrılarıq. Yəni, bu kontestdə baxdıq suallarına. Aydın oldu mu hər bir sual hər kəsə? Tamam. Stringdə hansı suallar çətinlik çəkilən olur? M sual çətinlik çəkiləndir. Number of words 7 olan suallar i var. F-ə baxarıq, i-yə baxarıq. L-ə baxarıq, M-ə baxarıq. Düzdür. Amma hər birinə tənəffüsdən sonra baxarıq. Buyur Mehman. Orada siz kodda type def long yazmışsınız. Bəli. O nə işə yarayır ki? Elə bir long axı söz cəhətdən uzundur, düzdür? Mən demişəm ki, long yazmayım. Onun əvəzinə ll yazım. Ll. Və kod özü avtomatik anlayır ki, mən ll yazdımsa, o deməkdir ki, long yazmışam. Long result deyə bir şey saxlasam, problem yaranmır, görsən ki. Problem heç nə yoxdur. Düzgün şəkildə anlayır. Sağ olun.
Buyur. Nazlı idi deyilsin. Baxın. El qaldır. Nazlı. Tamam, elə bildim sağlam. Fasilədir. Təqribi deyəsən 9:55-də çıxdıq fasiləyə. Birazdan davam edək. Bəli, yerləşdiriləcək. Çox güvən ki, buyurun. Bir dənə sonra deyil açıram. Deməli 10:05 olsun, başlayaq. Sıfır beş oldu. Deməli, öz fikrimcə maraqlı və az yazılan bəzi sualları seçdim. 3'ü burada, 2'si burada. Başlayaq bununla.
Deyir ki delete all lowercase Latin letters A from given string. Deyir ki A'ları stringdə tapıb onları silməliyik. Onlar olmadan çıxışa verməliyik. Düzdür. Nə edəcəyik indi bu sualda? Bir bütün stringin hərflərini, yəni simvollarını gəzəcəyik və baxacağıq ki, əgər bu element A-dırsa çıxışa verməyəcək. Əgər A deyilsə çıxışa verəcək. Gördüyünüz kimi A-dırsa çıxışa verməyib, B-dirsə məsələn çıxışa verib. Kimsə əl qaldırmış. İndi koda gəldikdə isə bir dənə stringimiz var. String. Adını qoyaq S. S-imizi input eləyək sindən və daha sonra bütün simvollarına, hərflərinə baxaq. Sıfırdan hara qədər getməli? Uzunluğuna qədər. Yəni S nöqtə length. Length uzunluğun tapırdı. S. S nöqtə size-ə qədər gedə bilərik. Bəli, ikisi də olar. Size-də, length-də. Daha sonra yoxlayırıq ki, əgər ininci hərfimiz bərabərdirsə nəyə? A-ya. Və diqqət, A-nı ikili dırnaq yox, ikili dırnaq demişdik, stringi göstərir. Bir dırnaq arasında yazmaq lazımdır ki, simvol olaraq anlasın dilimiz. Yəni C++ anlasın. A-dırsa o zaman çıxışa vermirik. Düzdür? A deyilsə çıxışa veririk. A deyilsə o zaman S-ini çıxışa versin. Sonda da yeni sətrə keçək. Burada deyək ki, S.length basic char string type qaytarır. Bunu int kimi anlasın deyə qabağına int yazırıq mötərizənin içində. Dil anlayır ki, görürsün problem vermədi. Neydi stringimiz? Abrakadabra. Bir kıdıbır verdi. A'ları çıxmaq şərti ilə. Aydın olma bu sual. Bir hamısını gəzdik. A olmayanları çıxışa verdik. Keçək digər sual. Vowels doubling. Nə deyir burada? Deyir ki, əgər bizim stringimizdə sait varsa, yəni ingilis dilində saitlər A, E, I, O, U, bir də ki Y-dır, yəni Y. Biz deyirik ki, bunları 2 dəfə çıxışa ver. Welcome to Python inputunda E-ləri, O-ları, Y-ni 2 dəfə verib. Ardıcıl şəkildə. Amma T-ni, məsələn, M-ni ardıcıl olaraq vermir. 2 dəfə. Burada nə edəcəyik? Normal ilk öncə stringimizi alacağıq. Düzdür? String S, sin S. Daha sonra bir yenə bütün simvollarına baxacağıq, simvollarına və bu dəfə size yazaq. Və hələ ki özünü çıxışa veririk. Hələ ki ilk öncə yoxlayaq. Əgər ininci simvolumuz A-dırsa və yaxud ininci simvolumuz nə var idi? E var idi. Və yaxud U-dursa, yəni bütün saytda yazacağıq bura. U var idi, O qaldı. O qaldı. I qaldı. I.
Başqa bir də y qaldı. Bərabərdirsə y. A, E, O, U, I, bir də ki y. Tamam. Bunlardan birincisi o deməkdir ki, saitdir. Or dəyişənlə yazdıq deyənə hər hansısa biri doğrudursa, ümumi həllimiz doğru sayılacaq. Yəni ifimizin içindəki doğru olacaq. Əgər hamısı yanlışdırsa, o zaman false sayılacaq. Əgər saitdirsə, o zaman SI-mizi 2 dəfə veririk. Düzdür? Əgər sait deyilsə, o zaman nə qədər veririk? Bir dəfə. Sonda da yeni sətrə keçid edək. Yenə eyni xətanı verdim. Int yazaq. Welcome to Python görürsünüz ki, ancaq welcome verdi. Niyə? Çünki biz stringimizi sinlə daxil elədik. Demişdik ki, sin necə daxil eləyir? İlk boşluğa qədər input eləyir, davamını input eləmir. Onun əvəzinə Biz getline yazmalıyıq müəllim. tamamilə doğrudur. Getline haqqında danışmışdıq. Demişdik getline adından bəllidir. Line'ı götür. Yəni bütün sətrə baxır. Beləliklə demişdik ki, struktur odur ki, getline sin yazırıq. Bir də ki s. Artıq doğru şəkildə verdi. E'ləri, o'ları, e'ləri, bir də y'ları artıraraq. Aydın olub məsələnin həlli hər kəsə. Bəli müəllim. Number of words gəlir. Bu maraqlı sual. Deyir ki, bilmədiyimiz dildə bir dənə cümlələr, sözlər Müəllim, gəlir. bu stringə aiddir. Bu sual. Hı. Bəli, string kontestinə aid. No other symbol except spaces and punctuation marks. Bir garanti verir ki bizə ancaq hərflər, boşluqlar və işarələrdən ibarətdir. Və biz tapmalıyıq cümlələrin sayını. Düzdür? İlk öncə deyək ki, yox, sözlərin sayını tapmalıyıq. Tamam. Sözlərin sayını tapmalıyıq. Baxaq. Hello. Virgül. World. Düzdür. Burada cavab 2'dir. Niyə? Çünki 2 dənə söz var. Biz hardan bildik ki, biz 2 dənə söz var? Çünki aralarında nə var? Boşluq var. Düzdür. Boşluq var. Və yaxud işarə var. Nöqtə var. Buradan bildik ki, 2 söz olduğunu buradan bildik. Belə bir şey olsaydı, hello world bitişik. Deyərdik ki, bu nə qədər söz var burada? Bir dənə söz var. Çünki hamısı bitişik, bir dənə şey verib 1. Amma burada arada boşluq var. Və yaxud işarə var, dırnaq işarəsi, vergül işarəsi var və nida var sonunda. Nida isə çox əlaqəsi yoxdur ikisindən. Yəni nida var, vergül var, arada boşluq var. Bizə işarətdir ki, burada 2 dənə sözün olduğunu. Deməli, bu səbəbdən biz əgər bir dənə hərf görsək, hərf, məsələn, i. Ya da ki, bu cür deyək. Bir dənə hərf görsək, məsələn, h. Və ondan əvvəl boşluq olsa və yaxud
nida olsa və yaxud nöqtə olsa, vergül olsa, düzdür, sual olsa, hamısı işarədir buna. Nida da daxildir. Nida olsa, o deməkdir ki, hər hansısa bir söz var idi əvvəllərdə, salam var idi. Biz sonra vergül qoyduq və başladıq x ilə bir dənə söz yazmağa. Salam, hello, məsələn. H var və əvvəlində nə var? Vergül. Düzdür. O deməkdir ki, yeni sözə başlayırıq hal-hazırda baxmağa. Helloya yəni. Və özümüzün əvvəl vergül var. Və o deməkdir ki, bundan əvvəl bir dənə başqa bir söz olub. Ona görə belə hal gördükdə bir dənə hərf və əvvəlində işarə və yaxud boşluq. O zaman cavabımızı bir vaid artıracağıq. Həmçinin yoxlamalıyıq ki, əgər ilk simvolumuz hərfdirsə, o zaman cavabımıza bir vaid əlavə gəlməli olacaq. Məsələn, burada h-nı saymayacaq kodumuz. Ona görə bir vaid sonradan toplamalı olacaq. Amma w-yə gələn zaman görəcəyik ki, özümüzdən əvvəl boşluq var. O da bu halla bağlıdır. H-dan əvvəl boşluq. Ona görə cavabımızı bir vaid artıracaq və h-nı da saysaq 2 olacaq cavabımız. Aydın oldu mu? Kodu daha maraqlıdır. Deməli, bizə bir dənə string verir. String s. Yine sin yazmaq olmaz. Get line yazmaq lazımdır. Sin s. Yəni də cavabımızı sağlayaq. Cavabımızı result qoyaq. Yoxlayaq ki, əgər birinci simvolumuz hərfdirsə, düzdür, hərfdirsə, hərf olduğunu tək yoxlaya bilərik. Bir-bir bütün hərflərə baxmaqdansa ya kiçik hərfdir, düzdür, ya ki, böyük hərfdir. Kiçik hərflər ən kiçik hansıdır? Balaca a. Düzdür, ən böyük hansıdır? Böyük balaca z. Düzdür. Yoxlaya bilərik ki, balaca a-dan böyük bərabərdə olmalıdır. İlk elementimiz. Və kiçik elementimizdən kiçik bərabərdə olmalıdır. Ən böyükdən kiçik, ən balacadan böyük olmalıdır. Beləliklə biləcəyik ki, a, b, c, d, belə x, y, z bunların arasındadır. Və yaxud həmçinin böyükləri də yoxlamaq üçün eyni şey yazaq. Və z-i böyük, a-nı da həmçinin böyük yazacağıq. Belə. İlk hərfimiz, ilk simvolumuz hərfdirsə, cavabımızı bir vaid artıracağıq. Və hello ilk hərfimizdir və bilirik ki, sözdürsə artıracağıq. İndi daha sonra forla birdən başlayaraq bütün elementləri gəzəcəyik. S nöqtə nə demişdik? Length. Qabağına int yazaq indidən. Int i plus plus. Baxırıq ki, əgər indiki elementimiz hərfdirsə və özümüzdən əvvəlki simvoldursa, hərf olduğunu eyni şəkildə yoxlayaq. A-dan kiçik S0, S0 yox, SI. İkinci elementimiz hərf olmalıdır. Və yaxud böyükdürsə. Həmçinin böyük Z-dən balaca olmalı. Və özümüzdən əvvəlki elementimiz -1'imiz dedik ya boşluq ya hər hansı bir simvol olmalıdır. Onları yoxlayaq. İkinci elementimiz boşluqdursa və yaxud
i deyə yazdım. Yəni i minus birinci element, yəni əvvəlki elementimiz boşluqdursa və yaxud nöqtədirsə, hamısını bir-bir yazırıq. Nidadırsa, başqa hansı simvol qaldı? Vergüldürsə, sual da yazaq və yaxud sualdırsa. Deməli, boşluqdursa, nöqtədirsə, nidadırsa, vergüldürsə, sualdırsa. Başqa inanmıram qalsın. Nöqtə, vergül, sual, nida. Bir nəzər yetirim. Yox, yoxdur. Birinci elementimiz hərf, minus birinci elementimiz simvol olmalıdır. Bu cürdürsə cavabımızı artırırıq. Və çıxışa cavabımızı veririk. Kopyalayaq bunu. 2. Mən simvollar hissəsini anlamadım. Necə? Simvollar hissəsini mən tam anlaya bilmədim. Simvol hissəsini. Deməli, Bəli. dedik ki, bu W məsələn özündən əvvəl boşluq gəlib. Biz bu boşluğu görüb ona görə deyirik ki, bu başqa bir sözdür, nəinki bununla. Düzdür? Bəs boşluq yox, birbaşa nida gəlsə, hello, nida. Deyək ki, salam. Bununla bitişik saymırıq. Çünki arada nida var. O deməkdir ki, hello nidalı şəkildə deyir, emosiya ilə, sonra salama keçir. Yəni bunlar fərqli sözlərdirlər. Ona görə bunları da nəzərə almaq lazımdır. Bunlar da həmçinin. Bütün hərflər əgər hərfdirsə, bu və özündən əvvəl simvol gəlibsə, onda bu cür yoxlayırıq. İlk öncə baxırıq ki, hərfdirsə, böyük hərf, kiçik hərf, fərqi yoxdur. Və əvvəlki elementimiz boşluq və yaxud nöqtə və yaxud nida və yaxud vergül və yaxud sualdırsa və yaxud yazdığımıza görə bu hissədə hər hansısa birinə bərabər olsa doğru sayacaq. Düzdür? Nidadırsa düz sayacaq. Çünki bu 1 olacaq. Bunlar 0, ordu deyənə düzgün sayacaq. Düzdür? Or demişdik ki, və ya deməkdir. 0 1-də də düz sayır, 1 0-da da düz sayır, 1 1-də də düz sayır. Gərək bütün hallar hamısı 0 ola. Bu şərt operatorlarına keçirilmişdir. Səhv eləmirəmsə. Ən dama demişdik ki, gərək hamısı düzgün şəkildə olsun. 1 1-də məsələn ancaq 1 verir ən. Amma or 1 0-da da or verir. Yəni 1 verir. Bu səbəbdən bu hal doğrudursa cavabımızı artırırıq və cavabı çıxışa veririk. Bu dəfə aydın oldu mu bəs? Bəli. Qaranlıq qalan məqam yoxdursa bu sual haqqında keçid eləyə bilərik. Bu sual çox maraqlı sual. Yəni maraqlı sual dedim, yəni çox istifadə olunan tip sualdır. Bir çox string sualına lazım olur. Müəllim, yəni mənim anladığım qədərilə burada biz bütün o sual işarələri yazırıq. Əgər bunların hər hansı biri varsa və sözümüz hansısa bir hərflə başlayırsa, onda sözlərin sayını bir vaid artırırıq. Orası. Təqribi demək olar elə. Bəli. Daha keçid eləyək. 2-də ərləyiz.
suallarını. Bu sualdan bu sualı seçtim. Burada deyir ki deyir ki elementler sırayla veririk. Ama birinci ve n böl 2 n kvadrat böl 2 plus 1'i verir. Yani 25 böl 2 təqrib eləyəcək 12. Ama 13'ü burada verip diyene burada 14'ü verir. Yukarıya doğru yuvarlaşma diyor. Ha. Diyor ki 25 bölü 2 ama yukarıya doğru yuvarlaklaştırmayla. Ne yukarıya doğru yuvarlaklaştırma? Mesela 25 bölünsün 2. Neçə eləyir dedik? Normal şəkildə bölsək eləyəcək 12.5. Düzdür? Ama bunu yukarıya doğru eləsək yuvarlaklaştırmanı, o zaman yani istəyir 12.1 olsun, istəyir 12.2 olsun, fərqi yoxdur. Bu olacaq 13. Yukarıya doğru eləmişik çünki. Aşağı doğru eləsək olacaq həmişə 12. Deməli. Burada əsas lazım olan məqam odur ki, bu 14'ün tapılması. O da ki dedik ki n'i n kvadratı üstüne 1 gelip böləcəyik 2'ye beraber olacak bu 14'e. Yok, beraber olacak 13'e. Bunun üstüne 1 gələcək. N kvadrat plus 1 bölü 2 eləyəcəyik. Ve bunun üstüne gələcək 1. Eləyəcəyik 14. Bəzən bunu verəcəyik ardıcıl olaraq. Bunu daha sonra belə ardıcıl verəcəyik. Amma burada əsas məqam odur ki, bəzən düzgün olsun deyənə birdən əvvəl boşluq veririk. O nə vaxt olur elə? Əgər elementimiz ondan kiçikdirsə rəqəmimiz və 3. 3'te məsələn belə bir şey baş verməyəcək. Niyə? 1 düzdür, 2 burada olacaq. 3 burada olacaq. 4 burada olacaq. 5 burada olacaq. Burada 6, 7, 8, 9. Çünki hamısı deməli bir rəqəmli elementlərdir. Amma 4'te 16 var. 16 var deyənə bir rəqəmlərin qabağına boşluq qoymalıyıq. O nəticəyə çıxdıq ki, əgər n'imiz böyük bərabərsə 4'dən, o zaman bir rəqəmlərin qabağına boşluq qoyacağıq. Əgər böyük deyilsə qoymayacağıq. Və sırayla n kvadrat plus 1 bölü 2'ni bəzən də 1'dən saymaqla və qaytarmağa başlayacaq elementlərimizi. İndi koduna keçid eləyək. N verir bizə sadəcə və n'i input eləyirik. Bir x1 deyək, bərabərdir 1, x2 də bərabərdir nəyə demişdik? N. Düzdür, plus 1 böl 2 üstə gəlinsin 1. Bunları çıxışa verək başda. Əmin olaq ki, düzgündürlərmi? Daha sonra keçid eləyək koda. 5'te bizə 1 4 qaytardı. N kvadrat plus 1 idi. Biz n plus 1 yazmışıq. Yaxşı ki, yoxladıq. 5 qaytaraq. 1'dən 14. Doğru verdim. İndi keçək koda.
Digər hissəsini daha doğrusu. Və bir dənə də bizə lazımdır indeks deyək. Başda 0-dır. Bu nəyə lazımdır? Dedik ki, biz ardıcıl yazırıq. Düzdür? 1, 19, 2, 20, 3, 21. Gah bundan, gah ondan kimi. 21, daha sonra 22, 4, 23, 5, 24, 6. Düzdür? Sonra 7, 25 bu şəkildə. Bunun qanuna uyğunluğu nətər olacaq? Əgər deməli 0-cı sətirdir. Bu 1-ci sətirdir demişdi. Bu 2-ci sətirdir. 3 4 5. Cüt sətirlərdə 0 2 4 düzdür. Biz 1-dən başlamışıq. Yəni kiçik olandan. X1, X2, X1, X2 vermişik. Amma tək sətirlərdə X2, X1 vermişik. Həmçinin burada da 0-cı, 1-ci, 2-ci, 3-cü, 4-cü sətirlərimiz var. 0-cı, 2-ci, 4-cü sətirlərdə 1-dən başlamışıq. Yəni X1-dən. Amma 1-ci və 3-cü sətirdə digərindən başlamışıq. Yəni X2-dən. İndeksi silək. Baxaq. N dənə sətirimiz var. Və sütunlarımız var. Nərindən çıxa bilərəm? Çıxa bilərsin. Dedik ki, əgər təkdirsə sətirimizin indeksi, o zaman birinci x1 yox, cütdürsə x1 daha sonra x2 verməliyik. Yəni bu cütdürsə və indiki baxdığımız elementin yeri cütdürsə qaytaracağıq nəyi? X1-i. X1-i qaytarıb X1-i artıracağıq. X1 plus plus. Digər halda əgər təkdirsə, o zaman X2-ni qaytaracağıq. X2. Və onu artıracağıq. Əgər təkdirsə sətirimizin indeksi, o zaman tərsinə baş verəcək. 2-yə bölünmürsə X1-i, bölünürsə X2-ni qaytaracağıq. Bir də boşluq da verək. İndi bunu yoxlayaq. Səhv cavabımızı alaq. Görürsünüz ki, səhv verdi burada. Bir dənə boşluqlarla verdi. Amma bizə lazımdır ki, əgər elementimiz balacadırsa, qabağına boşluqla versin. N-imiz 4-dən böyükdürsə. Əgər x1-imiz kiçikdirsə 10-dan və n-imiz böyük bərabərsə 4. Çıxışa veririk boşluq. Düzdür. Həmçinin burada da amma x2-ni yoxlayacağıq. Çünki x2-ni çıxışa veririk. Burada da həmçinin x2-ni yoxlayacağıq. Artıq doğru verdi. Boşluqlu falan belə bir şey. 3 yazsaq amma boşluqla vermir. 4 yazsaq boşluq verir. 1 də vermir, 2 də vermir. 6 yazsaq bəlkə example verəcəm. Müəllim, Bəli. mən o proqramın kodun bir hissəsini anlamadım. 10-cu sətirdən ikinci fora kimi olan hissəni. Buranı Yox müəllim, 10-cu sətir var ya. 10 sətir. Hə. Oradan 13-cüyə kimi olan hissəni anlamadım. Bu sətiri çıxışa vermişik. Qabağına şey qoyduq. Bunu silsək də çox önəmli deyil. Burada deməli fikir versək, düzdür bu sualda. Burada var 1, 2, 3, düzdür 4,
5, 6, 7, 8, 9. Düzdür? Artan sırada gedir. Düzdür? Bəli. Bir de var 19, 20, 21, 22, 23, 24, 25, 26, 27 vesaire. Bu da artan sırada gedir. Ve Evet. cüt şəkildədir. Bir-birlərini ardıcıl gəlirlər. 1, 19, 2, 23, 21, 22, 4, 23, 5, 24, 6 bu şəkildə. Və biz baxdıq ki, cüt sətirlərdə gördük ki, cüt sətirlərdə birinci balaca olan gəlib. Yəni 1, 2, 3 falan. Amma tək sətirlərdə, yəni 22 ilə başlayan, 28 ilə başlayan, 34 ilə başlayanda ilk öncə böyük olan gəlib. Yəni 22, daha sonra 4 gəlib. Düzdür? İlk öncə biz bu tapdıq ki, hansı elementi çıxışa verəcək burada. O da dedik ki, n kvadrat plus 1 bölü 2 plus 1 eləyəcək. Niyə? Çünki n kvadrat element var. N kvadrat element var. Yarısı buna, yarısı buna aiddir. Düzdür? Ona görə 2'ye böldük. Ama üstüne 1 gəlib böldük. Niyə üstüne 1 gəlib böldük? Çünki bizdə deyir ki, yuxarıya doğru yuvarlaqlaşdır. Yuxarı istəyiriksə, qayda odur ki, üstüne 1 gəlib böləcəyik 2'ye. Və üstüne 1 gəldi. Niyə? Çünki bu elementimiz n kvadrat bölü 2'dir. Ama bu elementimiz bundan sonraki elementdir. Ona göre üstüne bir de 1 geldik. Daha sonra neylədik? Sətirimizin cütlüyünü yoxladıq. Əgər cüt sətirdə isə dedik ki, birinci x1 daha sonra x2 gəlməlidir. Əgər əks halda təkdirsə, o zaman birinci bu x2 daha sonra x1 çıxışa veririk. Çünki yoxlayırıq ki, təkdirmi? Bilirik ki, sıfırdan başlayırıq deyənə ilk elementimiz sıfır cütdür. Ona görə bura keçid eləyəcək. Daha sonra bir də bura keçid eləyəcək. Daha sonra bura və belə-belə davam eləyəcək. Amma bizdə problem var idi ki, boşluqlarla bağlı bir rəqəmli elementlərdə boşluqlar vermirdi əvvəlində. Ona yoxladıq ki, əgər çıxışa verəcəyimiz elementimiz, yəni bu halda x1 ondan kiçikdirsə və n4-dən böyükdürsə. Çünki hər birində, yəni 3'də çıxışa vermək lazım deyil. Çünki 3'də 2 rəqəmli element yoxdur. Düzdür? 3'ün kvadratı 9'dur. Ona görə n3 olan halda vermirik. Burada da məsələn x2'ni çıxışa veririk deyənə x2'ni yoxladıq. Burada x1'i, burada x2'ni. Aydın oldu mu? Əlim çox aydın oldu. Bir də x1 ilə x2 hissəsi aydın olmadı. Hansı case? x1 ilə x2. Bu hissə. Bəli. Bu hissəyə də bir daha baxsaq. Deməli, bu sıfırdır, düzdür? Sıfırıncı sütun, birinci sütun, ikinci sütun, üçüncü sütun, dördüncü sütun. Fikir versək, sıfır, yəni cüt yerlərdə həmçinin x1 durub, sıfırıncı sətir üçün. Tək yerlərdə x2, düzdür? Ona görə cüt, yəni 0, 2, 4 olan sətirlərdə, cüt sətirlərdə baxdıq ki, əgər cütdürsə, sütunumuzun indeksi, yəni şeyimiz cütdürsə, x1'i verdik. Təkdirsə x2'ni verdik. Amma bir, 3 üçün baxsaq, 0'da 16, 17, 18 var. 1'də 4 ilə 5. O deməkdir ki, cüt sətirlər, cüt sütunlarda, yəni 0'da 2'də 4'də x2'mizi verir, təkdə x1'imizi verir. Ona görə təkdə x1'i verdik, cütdə
x2-ni verdik. Və boşluqları da yoxladıq həmçinin. Balaca elementdirsə boşluq qoyduq qabağına. Anladım müəllim. Deməli, dərs nə vaxt bitir? Dərs nə bitir, spamlı yox. Yəni, buna baxaq, bundan sonra bitirərik dərsi. Deməli, 2 ölçülü deyə massiv verilir. Biz tapmalıyıq ki, hər row üçün which sum of element is maximum deyə hansı sətirdə elementlərin cəmi maksimumdur. Hansı sətirlərdə? Numbers of rows where sum of element is maximum. Baxaq görək. Sətir deyir deyənə sətirlərimiz bunlardır, sütunlarımız bunlardır. Baxaq. 1, 2, 3, 4, 5 neçə eləyir cəm? 6 vur 5, 18. Düzdür. Yox, 18 deyəmirəm. 6, 6, 12, 3, 1, 18 düzdür. 8, 2, 3, 4, 5 neçə eləyəcək? 9 burada, 5 burada, 5 burada 50-dir. 10, 12 burada 22. 22. 6, 3, 4, 4, 5. 4, 6 topladıq 10. 7 buradan 17, 5 burada 22 həmçinin 22. Burada eləyəcək 18. Bizə 2 ilə 3-ü verir. Yəni ikinci sətrimizdə 22-dir, 3-də də 22-dir. 4 ilə 1-də isə cavab 18 deyən onları çıxışa vermədi. Yəni maksimum olanları çıxışa veririk 1-1. Niyə bilərik burada? İlk öncə bütün sətirlərə cəmin tapsaq və maksimum qiymətli olanı hesablasaq. Məsələn, bu 18-dir. Bayaq necə ki, massivdə tapırdıq maksimumu. Bu dəfə artıq sətirdəki elementləri toplayıb onunla update eləyəcəyik, maksimumumuzu əvəz eləyəcəyik. Beləliklə maksimumu tapsaq, daha sonra bir-bir bütün sətirlərə baxacağıq və yoxlayacağıq ki, əgər buradakı elementlərin cəmi maksimumumuza bərabərdirsə, yəni maksimumdursa, o zaman indeksini çıxışa verəcəyik bu şəkildə. Yoxlayacaq və çıxışa verəcək. NM-dir. Int NM sin NM 2 ölçülü massivimiz var. A NM. Bütün sətirləri baxacağıq. Bütün sütunlara baxacağıq. Input eləyəcəyik. Düzdür. Daha sonra bir də maksimum dəyişən saxlayacağıq. Başda nə qoyacağıq? Int minimum. Ən balaca element. Daha sonra sətirlərə baxmağa başlayırıq. Bir dənə cəm dəyişən saxlayaq. Bir dənə cəm dəyişən saxlayaq. Cəm bərabərdir 0. Daha sonra bütün sətirdəki elementlərə baxacağıq və həmin elementləri toplayacağıq. A, I, J. Bütün sətirdəki elementləri cəmlədik və həmin cəmlə maksimumu müqayisə eləyəcəyik. Əgər cəmimiz böyükdürsə maksimumdan, maksimumumuzun qiymətini cəmlə dəyişirik. Daha böyük cəm tapdığımıza görə maksimumumuzun qiymətini dəyişirik. Daha sonra yenidən baxacağıq bütün elementlərə
yenə cəm dəyişən yaradacağıq. Bütün sətirdəki elementləri cəmləyəcəyik. Burada bir şey səhv yazmışam, onu düzəldək. Bura n yazmışam, m olmalıdır. Çünki m dənə sütun var. Cəmləyəcəyik elementimizi A, I, J-ni. Və yoxlayacağıq ki, əgər cəmimiz bərabərdirsə maksimuma, yəni maksimum cəm olan sətirimizdirsə, o zaman həmin sətirimizin indeksini çıxışa verəcəyik. Niyə plus 1 ilə çıxışa verdik? Çünki biz burada sıfırdan eləmişik indeksləməni, düzdür? Amma burada birdən eləyib. Biz demişik ki, bu sıfırıncı, birinci, ikinci, üçüncü sətirlərdir. Amma bu kodumuz məsələmizdə deyir ki, bu birinci, ikinci, üçüncü, dördüncü sətirimizdir. Əlaqəyə baxsaq, bu bir vahid çoxdur, bir vahid çoxdur, bir vahid çoxdur, bir vahid çoxdur. Ona görə cavabımız üstünə 1 gəldi əlavə ki, 0-ı 1-ə, 2-ni 3-ə, 3-ü 4-ə çevirib çıxışa vermiş olaq. Kodumuzu yoxlayaq. 2, 3. Bir daha baxsaq, nm input eləyirik, n sətir, m sütun. N sətirdən ibarət, m sütundan ibarət bir dənə matrix yaradırıq. Bütün sətirlərə və sütunlara baxırıq və bütün xanaları input eləyirik qiymətini. Daha sonra bir dənə maksimum dəyişən yaradırıq. Başda qiyməti ən balaca intdir. Bütün sətirlərə baxıb sətirdəki elementlərin cəmini tapırıq. Cəm dəyişəndə saxlayırıq onları. Və cəmlə maksimumuzu müqayisə eləyib maksimumuzu update eləyirik. Qiymətini dəyişdiririk. Daha sonra yenə bütün sətirlərə baxıb elementlərini cəmləyirik hamısını. Və əgər cəmimiz maksa bərabərdirsə, o deməkdir ki, bu sətirimizdəki elementlərin cəmi maksimumdur. Yəni, maksimum olmasaydı, maksimumumuzdan balaca olardı qiymət. Bərabər olduğuna görə maksimumdur. Ona görə sətirimizin indeksinin üstünə 1 gəlib çıxışa veririk. Birdən indeksləmə olsun deyə. Birdən indeksləmə. Aydın oldu məsələnin həlli hər kəsə. Bəli, müəllim. Bəli, müəllim. Qaranlıq qalan məqam yoxdursa, o zaman dərsi yekunlaşdıra bilərik. Müəllim, siz videoları Azərtəy Kapkampın YouTube saytına atmırsınız. Elə bir YouTube'a mən əlavə elə bilmirəm. Düzdür, o səbəbdən mən digər müəllimə atıram. O da ki, YouTube'a yerləşdirir. Göndərmişəm, o da bu yaxında YouTube'a yerləşdirəcək. Narahat olmayın. Anladım mən. Sağ olun. Sağ olun. Sağ olun. Sağ olun müəllim. Sağ olun. Müəllim, sağ olun.